Mən Nihat Pirəliyev, Dayə Tapşırıq Mərkəzinin rəsmi nümayəndəsiyəm. Son zamanların tez-tez verilən suallardan biri ehtiyat hissələri necə orijinallarla və qeyri-orijinallarla ayırd eləməsidir. Saxta ehtiyat hissələri ilkin baxışdan ucuz və cəlbedici görsənsə də, amma unutmayaq ki, ucuz seçim bəzən daha baha başa gələ bilər. Saxta ehtiyat hissələri avtomobilin aqreqatlarının və avtomobilin özünün tez sıradan çıxmasına səbəb ola bilər. Saxta ehtiyat hissələri həmçinin avtomobilin təhlükəsizlik risklərini artırmış olur, avtomobilin davamlılıq xərclərini yenidən artırmış olur və nəticə etibarilə avtomobilin performansını aşağı salmış olur. Və əsas suala gəlib çıxırıq. Saxta ehtiyat hissələri orijinaldan necə ayıra bilərik? Burada biz bəzi nümunələr veririk, göstəririk sizə və bunun üzərinə gəlin bunları cəhd eləyə ayıraq. Ayırd əldə bilmə ehtimallarımız saxta ehtiyat hissələrinin, orijinal ehtiyat hissələrinin qablaşmasıdır. Qablaşmaların orijinallığı və onların qoloqramlığına diqqət yetirmək lazımdır ilk növbədə. Qoloqramla yanaşı ehtiyat hissələrinin özlərinin fərdi ehtiyat hissə kodları var, istehsalçı tərəfindən təyin olunmuş. Onlara da diqqət yetirmək lazımdır. Həmçinin ehtiyat hissələrinin həddindən artıq ucuz olması belə şübhə yaratmalıdır və bunlara da diqqət yetirmək lazımdır. Ehtiyat hissələrinin həmçində keyfiyyət materiallarına belə diqqət yetirərək biz o fərqləri görmüş ola bilərik və orijinal ehtiyat hissələri ilə qeyri-orijinalların fərqini görmüş ola bilərik. Amma sual verə bilərik ki, biz bunların hamısını hardan ayırd edə bilərik və necə eləyək ki, daha doğru qərar verək və yanılmamış olaq. Bunun üçün avtomobilin rəsmi nümayəndəsinə və rəsmi satış məntəqələrinə müraciət edərək orijinal ehtiyat hissələrinin təminatını əldə edə bilərik. Misal üçün, 2 dənə hava filtrlərimiz var, mühərrik hava filtrləri. Vizual olaraq materialda biz artıq istifadə olunan xüsusi kağızın keyfiyyətinin fərqlərini görə bilirik. Orijinal ehtiyat hissəsi ilə qeyri-orijinal ehtiyat hissəsi qablaşması və vizual olaraq onlar demək ki, eynidir. Amma unutmayaq ki, qeyri-orijinal ehtiyat hissəsinin məhz hava filtrdən söhbət gedirsə, məsamələri daha böyükdür. Aparılmış araşdırmalara və statistikaya görə mühərrikin hava filtrinin 5% belə hava filtrini süzməyərək keçdiyi halda mühərrikin aşınmasını 7 dəfə artırmış olur. Bu səbəbdən məhz ehtiyat hissələrinin orijinallığını çox önəmlidir və bizim avtomobillərimizin uzun ömürlü bizə xidmət etməsi üçün çox böyük bir töhfəsi var. Burada həmçinin biz əyləc qəliblərinin nümunəsini görə bilərik. Həm orijinal, həm qeyri-orijinal. Qablaşma olaraq, ehtiyat hissəsi kodları olaraq hər biri eyni olsa da, amma əslində özləri fərqlidir. İlkin baxışdan sıravi bir müştərilər bunun fərqinə varmaya bilər. Burada fərqlər nələrdir? Tərkibindəki istifadə olunan materiallar. Bu materiallar təkcə əyləc qəliblərinin əyləc qəliblərinin funksiyasını deyil, həmçinin də onunla təmasda olan əyləc qəliblərini də belə həddindən artıq tez və sıradan çıxarda bilər. Diqqətdən çıxartmayaq ki, qeyri-orijinal əyləc qəlibləri kifayət qədər baha olan orijinal dayaq disklərinin də sıradan çıxmasına səbəb ola bilir. Orijinal ehtiyat hissələri təhlükəsizlik, keyfiyyət və uzun ömürlülük deməkdir. Doğru seçim edərək həm avtomobilinizin, həm öz təhlükəsizliyinizi təmin etmiş olarsınız.